Eşidirsiniz, mənim 9'un yarısında bir zabitle görüşüm var. Mən İtaliyadayım. Mən isə Sloveniyadayım. Bugün bizi cəmi bir addım ayırır. Amma 80 il əvvəl burada tikanlı məftillər, müharibə və partizan döyüşləri var idi. Uşaqlıqdan əzbər bildiyimiz bir filmin qəhrəmanının izi ilə bu dəfə özümüz yola çıxdıq. Xəzərin sahilindən başlayıb Adriatikə qədər uzanan bir ömrün izlərini axtarmağa. Bugün biz sadəcə bir müzeyə getmirik. Bir qəhrəmanın 82 il bundan əvvəl keçdiyi yolu bərabər gedirik. Burada Mehdidən qalan xatirələr, fotoşəkillər, sənədlər, onun həyatına və döyüş yoluna aid materiallar var. Bu əşyaların sahibi bir vaxtlar Bakıda adi həyat yaşayırdı. Heç ağlına da gəlməzdi ki, taleyi onu minlərlə kilometr uzağa, bu dağlara gətirəcək. Və illər keçəcək, biz Azərbaycandan gəlib Sloveniyanın kiçik bir kəndində onun izlərini axtaracağıq. Kaş mən bir sarı yarpaq olaydım, sabahın yelləri alaydı məni. Aşıb bəyaz qarlı hündür dağları vətən torpağına salaydı məni. Mehdi Hüseynzadə rəssam idi, şeirlər yazırdı, bir çox dillər bilirdi, poliglot idi, amma müharibə onun taleyini tamamilə dəyişdi. Tam başqa bir istiqamətə gətirdi, partizan elədi. Ən təsirlisi oldu ki, bu rəsmi Mehdi Hüseynzadə özü öz əlləri ilə çəkibdi. Orijinaldır. Hətta adını da yazıb. Adını da yazıb. Allah ulu öndərimizə də rəhmət eləsin. 1950-ci ilin ortalarında Heydər Əliyevin iştirakı ilə Mehdi Hüseynzadənin fəaliyyəti yenidən araşdırıldı. Arxiv sənədləri və şahid ifadələri onun düşmənə xidmət edən biri deyil, faşizmə qarşı döyüşən qəhrəman olduğunu sübut etdi. Toplanan materiallar İmran Qasımov və Həsən Seyidbəyliyə verildi və Uzaq Sahillərdə povesti yarandı. Daha sonra isə Tofiq Tağzadənin rejissorluğu ilə məşhur Uzaq Sahillərdə filmi çəkildi. Bu məqamda Rafael Hüseynovun adını xüsusi qeyd etmək istəyirəm. Çünki bu muzey məhz onun təşəbbüsü ilə yaradılıb. Ekspozisiyaların hazırlanmasında və qurulmasında birbaşa əməyi olub. Mehdi Hüseynzadənin xatirəsinin vətəndən minlərlə kilometr uzaqda belə yaşamasına verdiyi böyük töhfələrə görə Rafael müəllimə bir Azərbaycanlı olaraq ürəkdən təşəkkür edirəm. Görün zamanında o dostuna hansı məktubu yazmışdı. Deyir ki, bir parça kağızımı möhkəm saxla. Bir zaman işlədiyim muzey onu sənin nəvə nəticələrindən baha qiymət alar. Çünki bugünün heçi olan mən gələcəyin klassik sənətkar olacağam. Amma taley onu tamam başqa bir yerə istiqamətə apardı. Bu məktublara baxanda bir şeyi daha yaxşı anlayırsan. Mehdi müharibə üçün doğulmamışdı. O rəssam olmaq istəyən, həyatını, incəsənəti sevən bir gənc idi. Amma müharibə insanın taleyindən icazə almır. Mən Mehdi bu avtomatla adam öldürə bilərəmmi? Axı mən heç bir canlının ölümünə razı olmamışam. Mən belə tərbiyə almamışam. Sağ olun, sabah yola düşürük. Çatan kimi olduğum yeri sizə bildirərəm. Heç bir canlıya qıymaq istəməyən bir insanı müharibə elə bir taleyin içinə atdı ki, o faşistlərin qorxduğu əfsanəvi partizan Mixayloya çevrildi. Mehdi Hüseynzadənin xatirəsinə yaradılan bu muzey 2011-ci ildə Azərbaycan prezidenti Cənab İlham Əliyev tərəfindən açılıb. Muzeydən çıxıb Mehdinin həyatının son səhifəsinin yazıldığı yerə, Vitovliyə yollanırıq. 1944-cü ildə bu sakit görünən kənd müharibənin içində idi. Mehdi və digər partizanlar bu ərazilərdə gizlənir, yerli ailələrin köməyi ilə fəaliyyət göstərirdilər. Aha, Maria где? Сколько ей лет, Maria? Сколько? 87. 87. Deməli, 80, 5 yaşı beş yaşı olanda. olanda. Deməli 5 yaşı olanda Mehdi Hüseynzadəni görən bir insan. O bu xatirələrini bizlə bölüşəcək və biz Vitovli kəndinə ona görə gəldik ki, Anjelika artıq çoxdan dünyasını dəyişib, çox təəssüflər olsun, amma Maria sağdır. O Maria ki 5 yaşında Mehdi Hüseynzadəni görmüşdü. Necə görmüşdü? Harda görmüşdü? İndi görəcəyik. 944-cü ilə dönəcəyik. Azərbaycan, Maria. Mən onda cəmi 5 yaşındaydım. Partizanlar tez-tez evimizə gəlirdilər. Atam onlara kömək edirdi. Mehdi də onların arasında olurdu. Mehriban, yaraşıqlı bir oğlan idi. Hamı onu sevirdi. 1944-cü ilin noyabrın 2-sində qardaşımla evimizin yaxınlığında onu hərəkətsiz uzanmış gördük. Nə baş verdiyini anlamadan böyüklərə xəbər verdik. Sonradan başa düşdüm ki, həmin gün Mixaylonu sonuncu dəfə görmüşdük. Hal-hazırda Maria Gildən ayrılıb Mehdi Hüseynzadənin son döyüşdüyü əraziyə gedirik. O ərazi ki, orada qətlə yetirilmişdi. Dəfələrlə gəlib qaldığı ev məhz bax bu ev olub, bu evdə gizlənib, bu evdə qalırmış. Bax bu evdə, gördüyünüz bu evdə. Zaurun göstərdiyi evin arxasıdır. Yəni Mehdi Hüseynzadə dəfələrlə burada gecələyirdi. Maria da onu məhz burada görmüşdü. 2 noyabr 1944-cü ildə Vitovli kəndində məhz bu ərazidə Mehdi Hüseynzadə qətlə yetirilir. Mehdi Hüseynzadə ilk dəfə bu ərazidə dəfn olunur. Onun burada qalması təhlükəli idi. Bir neçə gün sonra Cavad Həkimli və onun silahdaşları, partizan yoldaşları Mehdi Hüseynzadənin nəşini buradan çıxarıb 30 kilometr buradan uzaqlıqda yerləşən Çepovan Dostluq qəbristanlığında dəfn eləməyə aparırlar və indi biz ora gedirik. Bakıdan minlərlə kilometr uzaqda Sloveniyanın Çepovan kəndindəyik. Mehdi Hüseynzadənin, Mixaylonun son mənzilində. Mehdi Hüseynzadə burada 30 partizan qardaşı ilə bərabər uyuyur. Zaur, bugün biz bura bir turist kimi gəlmədik. Bir qəhrəman Azərbaycanlımızın izi ilə gəldik. Və gələ-gələ bilirsən nə fikirləşdim ki, mən ümumiyyətlə qəhrəmanların vətəni olur, amma qəhrəmanlıqlarının sərhəddə olmur. Sərhəd tanımır qəhrəmanlıqları. Allah cəmi qəhrəmanlarımıza rəhmət eləsin.